Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günlük informatika suallarından 42-ci sualın izahını verəcəm. Sualımız say sistemlərinə aid belə bir sual nümunəsidir. Deməli, 260-ın kvadratı ədədi verilib. Bu ədədi onluq say sistemindən 8-li say sisteminə gətirməliyik. Birinci baxmalıyıq, görəsən verilmiş ədədi biz 2-nin qüvvəti kimi necə yaza bilərik? Baxırıq ki, 260 2-nin heç bir dərəcədən qüvvəti deyil. Ona görə də ona yaxın bir formaya gətirmək lazımdır. Yəni 260-ı belə yaza bilərik. 256 üzərinə gəlmiş 4 kimi. Mötərizənin kvadratı. Bu mötərizənin açılışını da A plus B mötərizənin kvadratı müxtəsər bölmə düsturunun açılışına əsasən açacaq. Yəni A kvadrat üzərinə gəlmiş 2AB üzərinə gəlmiş B kvadratı. Burada da yazacaq 256-nın kvadratı üzərinə gəlmiş birincinin ikinci hasilinin 2 misli 2 vurulmuş 4 vurulmuş 256 üzərinə gəlmiş 4-ün kvadratı. Nəticədə 256-nın kvadratının 2 üstü 8-in üstü 2 kimi 2 üstü 1 vurulmuş 2 üstü 2 vurulmuş 256'nın 2 üstü 8 kimi ve 4'ün kvadratını ise 2 üstü 2'nin üzeri 2 kimi yazacaq. Buradan 2 üstü 2 dəfə 8 16 üzərinə gəlinmiş 8 2 10 2 üstü 11 üzərinə gəlinmiş 2 üstü 4 yazırıq. Daha sonra verilmiş bu onluq ədədi indi gətirərik 8-liyə. 2 üstü 16-nı 2 üstü 3 kimi necə yaza bilərik? 3 dəfə 5 15 vurulmuş 2 üstü 1 kimi. Üzərinə gəlinmiş 2 üstü 11'i 2 üstü 3 kimi. 2 üstü 3'ün üzəri 3 dəfə 3 9 vurulmuş 2 üstü 2 kimi. Və üzərinə gəlinmiş 2 üstü 4'ü 2 üstü 3'ün üzəri 1 vurulmuş 2 üstü 1 kimi yaza bilərik. Buradan deməli 2 üstü 3'ün üzəri 5. Buradan 2 üstü 1 bizdə əmsaldır. Yəni 2 əmsaldır, yanında 5 dənə 0. 2, 4, 5 dənə 0. Buradan bizdə 4 əmsaldır, yanında qüvvətin sayı qədər. Baxın, əmsal budur, yanında qüvvətin sayı qədər 0'lar. 3 dənə 0 və burada da 2 əmsaldır, yanında 1 dənə 0. Yekunda bu ədədlərin cəmini tapacaq. Deməli, 2 yanında 5 dənə 0'ın üzərinə, 1, 2, 3, 4, 5 0'ın üzərinə 3 dənə 0 4'ü gəlirik və onun üzərinə 2 0'ı gəlirik 8-li say sistemində. 0, 2, 0, 4, 0, 2 nəticəsi yekunda alınmış olur. Bu da bizdə A variantındadır. Bu qədər. Sağ olun. Allah amanında.